Anar, Molla Nəsrəddin 66, Zarafat. Maraqlı tədqiqat. Gənc tədqiqatçı Səfi Səfəyev neçə ildir ki, bir naməlum şair haqda adlı maraqlı mövzu üzərində ciddi tədqiqat iş aparır. Bu günlərdə o dissertasiyasını tamamlamışdır. Aşağıda həmin dissertasiyadan bir parçanı hörmətli oxucularımıza təqdim edirik. Tədqiqatımızın əsas mövzusuna keçməzdən əvvəl mən faydalı məsləhətləri, qayğıkeş münasibəti, dərin zəkası, həssas qəlbi, həlim xasiyyəti, mehriban davranışı, xoş niyyəti, iti qələmi ilə mənə yaxından kömək etmiş, hörmətli və məşhur alimlərimizdən A-ya, B-yə, V-yə, G-yə, D-yə cəmisi 32 hərf redaksiyadan öz səmimi və dərin təşəkkürümü bildirmək istəyirəm. Habelə bu işin yazılmasında yaxından iştirak etmiş şəxslərə mövzunu tapan Tələt Tələtova, mənbələri araşdıran Müthət Müthətova, mənbələri müəyyənləşdirən Əhəd Əhədova, dəqiqləşdirən Əsəd Əsədova, əl yazmaları oxuyan Qüdrət Qüdrətova, əl yazmaları tərcümə edən Hidayət Hidayətova, sözləri, adları və istilahları izah edən Fikrət Fikrətova, bu vasitə ilə əldə edilən materialı sistemləşdirən Əhməd Əhmədova, ümumiləşdirən Məmməd Məmmədova, yekunlaşdıran Nemət Nemətova, dissertasiyanı karandaşla yazan Şövkət Şövkətovaya, mürəkkəb qələmlə yazan İzzət İzzətovaya, makinada yazan İsmət İsmətovaya və nəhayət cildləyən Karapet Aristakesova öz dərin minnətdarlığımı bildirirəm. Mənim elmi əsərim naməlum əsərdən naməlum bir şəhərdə yaşayan naməlum bir şairə həsr olunmuşdur. Bəzi fərciyyələrə görə bu şairin adı təxminən Çinar olmuşdur. Biz onu şərt olaraq Çinar Cirdimani Beyləqani adlandırırıq. Çünki heç bir şübhə ola bilməz ki, əgər o Cirdimanda dünyaya gəlmişsə, tam bir hüquqla Cirdimani Beyləqanda doğulmuşsa, eyni haqla Beyləqani təxəllüsünü daşıya bilərdi. Çox təəssüf ki, uzun illərin araşdırmaları sayəsində Çinar Cirdimani Beyləqaninin şəxsiyyəti və tərcüməyi halı haqqında heç bir məlumata rast gəlmədik. Ancaq tam bir cəsarətlə deyə bilərik ki, o öz dövrünü gözü açıq, savadlı, ensiklopedik biliklərə malik, daima istismar edilən xalqın tərəfini saxlayan məğrur və məşhur bir sənətkarı olmuşdur. Təəssüf ki, əlimizdə olan bir neçə şeirin Çinar Cirdimani Beyləqaniyə aid olub-olmadığını qəti təsdiq etməyə əsaslı dəlillərimiz yoxdur. Ancaq heç bir şübhə ola bilməz ki, böyük humanist və realist sənətkar kimi Çinar Cirdimani Beyləqani ölməz şeir bülbülləri sırasında əbədi, möhtəşəm və özünə məxsus bir yer tutur. Bəzi alimlər göstərirlər ki, gülün qədrini bülbül bilər aforizmini ədəbiyyat tariximizdə ilk dəfə məhz Çinar Cirdimani Beyləqani işlətmişdir. Bəzi tədqiqatçılar daha irəli gedərək hətta gül solanda bülbül ağlar aforizmini də ona istinad edirlər. Biz bu sahədə daha cəsarətli bir addım ataraq indiyə qədər müəllifi məlum olmayan bir ifadəni də məhz Çinar Cirdimani Beyləqani qələminin məhsulu saymaq istəyirik. Həmin ifadə belədir: gül güllükdə bitər. Bizcə bu ifadəni birinci dəfə Çinar Cirdimani Beyləqani işlətmişdir. Bu müddəanı irəli sürdükdə nəyə əsaslanırıq? A. Bu ifadənin müəllifi məlum deyil. Çinar Cirdimani Beyləqaninin bu ifadəni yaradıb yaratmadığı da məlum deyil. Deməli, tam bir qətiyyətlə demək olar ki, bu ifadəni Çinar Cirdimani Beyləqani tərəfindən yaradılmadığını söyləməyə heç bir əsasımız yoxdur və beləliklə bu ifadəni ona aid etməyimizə də heç kəsin etirazı ola bilməz. B. Çinar Cirdimani Beyləqaninin əsərlərində dəfələrlə gül, güllük, bitər sözlərinə və defisə rast gəlirik. Deməli, bu obrazlar, bu dil, ifadə, tərzi təhkiyə onun üçün səciyyəvidir. V. Bu fikirdəki dahiyənə sadəlik, dərin hikmət, müşahidə və ümumiləşdirmə qüdrəti məhz puxtələşmiş bir sənətkarın, dünyanın hər üzünü görmüş, geniş həyat müşahidəsinə malik olan bir dühanın qələmindən xəbər verir. Çinar Cirdimani Beyləqaninin neçə il ömür sürdüyü bizə məlum deyil. Deməli, güman etmək olar ki,
Onun uzun, keşmekeşli və zəngin bir həyatı olmuşdur və qoca yaşlarında həyatın hər üzünü görmüş sənətkar müdrik bir kəlam söyləyirsə, burada təəccüb doğuracaq bir şey yoxdur. Aşağıda Çinar Girdimani Beyləqaninin əruz vəzni ilə yazılmış və hələ tapılmamış divani Çinarından bir qəzəli oxucularımıza təqdim edirik. Divan Çinar. Necə ah eyləməyim gözləri qara getdi. Dərdimə, möhnətimə davi çarə getdi. Ol boyu sərvrəvan, gözləri cənnət qapısı, bizi cənnətdən edib qoydu avara getdi. Dili susanımızı vədə ilə aldadıb, yenə bu dərdi bizə bəxş edib hara getdi. Canı qurban edəriz püstə, dəhanına onun, neylə küstürdük onu, neylədik iyara getdi. Niyə zülm etdi bizə, cövrü cəfanı kəsdi. Dərd möhnət işinə verdi, bu ara getdi. Olmah üzlü gözəlin dişləri dürdanə sədəf. Özü xoş oldu, qəmi verdi, Çinara getdi. Qeyd. Bu qəzəlin Divani Çinardan götürüldüyünü, Divani Çinarın məhz Çinar Girdimani Beyləqaniyə mənsub olduğunu, ha belə bir divanın mövcud olub olmadığını təsdiq edəcək faktlar təəssüf ki, hələ əlimizdə yoxdur. Bəzi fərzilərə görə Çinar Girdimani Beyləqani qoşma da yazmışdır. Aşağıdakı qoşma təxminən onunki ola bilərdi. Qoşma. Başına döndüyüm gül üzlü dilbər, yanağın üstündə xal gərək olsun. Buxaq ağ yaxşıdır, zülfləri siyah, ləblərin yaqutu al gərək olsun. Gəl çapaq atları Murov dağında, cömərdlik vaxtında iyid çağında. Doyduğu günündə yar qabağında parça ipək atlas şal gərək olsun. 100 namərd yığılıb çıxsalar üzə, biz Laçın nəslik, sar neylər bizə, yarın mehman olub gələndə sizə, süfrədə yağ, pendir, bal gərək olsun. Əcəldən istəməm möhlət, yaman. Yaxşıyam, yamana yaman. Çinarın qoşması oxunan zaman şairlərin dillal gərək olsun. Qeyd. Göründüyü kimi xalq ədəbiyyatından qidalanan şair qoşma janrını yeni boylarla rövnəqləndirmiş, yeni ifadə vasitələri, təşbihlər, qafiyələrlə zənginləşdirmiş, yeni poetik incilərlə parlada bilmiş, şeir gülüstanımıza öz ətri, öz raihəsi olan tər çiçəklər ərmağan etmişdir. Çinar Girdimani Beyləqaninin əlimizdə olmayan maraqlı şeirlərindən biri də S hərfi adlı şeirdir. Bu şeir sərbəst vəzində yazılmışdır. Həmin fakt bir daha sübut edir ki, sərbəst vəznin yenilik olduğunu iddia edənlər yanılırlar. Bu forma ədəbiyyatımızda hələ çox qədimdən məlum idi. Çinar Girdimani Beyləqani hələ neçə yüz, bəlkə də neçə min il bundan qabaq sərbəst vəzində şeir yazaraq nəinki müasir ədəbiyyatın, hətta müasir texnikanın da bir çox nailiyyətlərini fəhmlə qabaqçada görə bilmişdir. Fikrimizin həqiqət olduğuna inanmaq üçün şeirdəki telefon sözünə diqqət eləmək kifayətdir. S hərfi. Qulağımda telefonun dəstəyi, titrəyib əsən bir səs səsləyir səni qəsdən, pəsdən, bəssən, qulağımda telefonun dəstəyi, qulağım səsdədir, qulağım xəstədir səsdən, bəs yoxmu bir kəs, kəssin, əzsin bu səsin səsini səsləyəndə səni sənsizləşərək, səs, yenə səs, siz, sus, qeyd. Göründüyü kimi Çinar Girdimani Beyləqani zəngin və çox cəhətli bir istedada malik olan sənətkar imiş. Bəzi alimlərin fikrincə Çinar Girdimani Beyləqani adlı bir adam ümumiyyətlə yerli dibli olmayıb. Biz hələlik bu barədə nə hə, nə də yox deməkdən qəti boyun qaçırıq. Çünki namizədlik dissertasiyamızda bu məsələni həll etməyi qarşımıza məqsəd qoymamışıq. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra müəllif tədqiqatını davam etdirmək, doktorluq dissertasiyası yazmaq və Çinar Girdimani Beyləqaninin mövcud olub olmaması məsələsini ətraflı işıqlandırmaq fikrindədir. Son söz. Müəllif Çinar Girdimani Beyləqaninin qəzəllərini yazan Qəzəlxan Cümşüd Cümşüdova, qoşmanı qoşmuş Aşıq Mürşid Mürşüdova, S hərfi şeirini işləmiş kibernetik maşın S.S.88-ə səmimi qəlbdən təşəkkürünü bildirir.